Dostlar, salam. Sizə bir sual verim. 10.000 addım. Bu rəqəmi kim çıxarıb? Niyə məhz 10.000? Niyə 8.000 yox? Niyə 12.000 yox? Və ən vacibi, bu rəqəm doğrudan da sizin bədəniniz üçün doğrudumu? Xüsusilə də 50 yaşdan sonra. Dizlər artıq əvvəlki kimi deyil. Bel tez tutulur. Təzyiq bəzən oynayır. Səhər bədən daha sərt açılır. Belə bir halda hamıya eyni normanı demək nə dərəcədə düzgündür? Mən doktor Azərəm. Uzun illərdir yaşlanma, hərəkət və uzunömürlülük mövzularını öyrənirəm. Və bu illər ərzində bir şeyi çox aydın gördüm. Bəzi insanlar 70 yaşında rahat gəzir, pilləkən qalxır, bağda işləyir, səyahət edir. Bəziləri isə 60-ında ikinci mərtəbəyə güclə çıxır. Və çox vaxt fərq yaşda olmur. Fərq hərəkətə düzgün yanaşmada olur. Bugün sizə gəzinti haqqında ən vacib həqiqəti danışacağam. Elə bir həqiqəti ki, çox insan hələ də bilmir. 10.000 addım universal qayda deyil. Bu bir mifə çevrilmiş rəqəmdir. Bu videoda siz öyrənəcəksiniz. 10.000 addım ideyası əslində hardan gəlib? Müasir tibb nə deyir? Niyə bəzi insanlar üçün bu rəqəm çoxdur, bəziləri üçün isə azdır? Və 50 yaşdan sonra sizin üçün uyğun gəzinti miqdarını necə müəyyən etmək olar? Və videonun sonunda sizə çox sadə bir test göstərəcəm. Bu test cəmi 30 saniyə çəkəcək və sizin hansı səviyyədən başlamalı olduğunuzu təxmin etməyə kömək edəcək. Gəlin başlayaq. 10.000 addım ideyası əslində hardan gəldi? Bir çox insan düşünür ki, 10.000 addım tibbi normadır. Yəni güya hansısa professorlar, kardioloqlar, alimlər oturub hesablayıb və yekun qərara gəliblər ki, insan gündə məhz 10.000 addım atmalıdır. Amma həqiqət daha sadədir. Bu rəqəm tibbdən əvvəl reklamda məşhurlaşıb. Keçən əsrin ortalarında Yaponiyada addım ölçən cihaz reklam olunanda 10.000 addım ifadəsi çox gözəl səslənirdi. Yadda qalırdı, tam görünürdü. İnsanlara motivasiya verirdi. Və zamanla bu rəqəm o qədər yayıldı ki, sanki tibbi norma kimi qəbul olunmağa başladı. Amma bir rəqəmin məşhur olması, onun hər bədən üçün ideal olması demək deyil. Bu çox vacib fərqdir. Çünki bədən reklam şüarı ilə yox, fiziologiya ilə işləyir. Ən böyük problem, hamını eyni rəqəmə salmağa çalışmaq. İndi təsəvvür edin, iki qadın var, hər ikisinin yaşı 58-dir. Birincisi 20 il oturaq həyat yaşayıb, artıq çəkisi var, dizində ağrı var, təzyiqi yüksəkdir. İkincisi isə həmişə hərəkətli olub, rəqs edib, üzgüçülük edib, gündəlik aktiv qalıb. Çəkisi normaldır, əzələ sistemi daha yaxşıdır. İndi bu iki insana eyni cümləni desək, gündə 10.000 addım getməlisən. Bu nə qədər məntiqlidir? Birincisi üçün bu rəqəm təhlükəli dərəcədə yüksək ola bilər. İkincisi üçün isə bəlkə də kifayət qədər təsirli deyil. Yəni problem təkcə addım sayında deyil. Problem ondadır ki, biz fərqli bədənlərə eyni normanı yapışdırmağa çalışırıq. Bu eyni ilə hamıya eyni kalorinin lazım olduğunu demək kimidir. Və ya hamının eyni saatda yatmalı olduğunu düşünmək kimidir. Sadə görünür, amma bədən bu qədər sadə işləmir. İndi gələk əsas məsələyə. Müasir araşdırmalar göstərir ki, 50 yaşdan sonra gəzinti həqiqətən çox güclü vasitədir. Amma bu güc təkcə çox gəzməkdən gəlmir. O düzgün miqdar, düzgün temp və düzgün başlanğıcdan gəlir. Bir çox araşdırma göstərib ki, gündə çox yüksək addım sayına çatmadan da ölüm riskini azaltmaq, ürək-damar sistemini yaxşılaşdırmaq və ümumi sağlamlığı gücləndirmək mümkündür. Yəni insan mütləq 10.000-ə çatmasa da yenə də çox ciddi fayda ala bilər. Xüsusilə də passiv həyat tərzindən çıxan biri üçün. Başqa bir vacib nəticə isə budur. Yalnız say yox, sürət də vacibdir. İnsan yavaş-yavaş uzun gəzə bilər. Amma qısa müddət daha canlı və məqsədli tempdə gəzən biri bəzən ondan daha çox metabolik fayda ala bilər. Bu çox vacib nöqtədir. Çünki mən bugün addımı doldurdum demək, həmişə bədənim həqiqətən fayda aldı demək deyil. Gəzinti bədəndə nəyi dəyişir? İndi bunu sadə və tibbi məntiqli açaq. 50 yaşdan sonra müntəzəm gəzinti bir neçə çox vacib sistemə təsir edir. Birinci təsir, damar sisteminə. Damarların iç səthi var. Bu səth elastik və düzgün işləyəndə qan axını daha sağlam olur. Yaş artdıqca hərəkətsizlik, yüksək təzyiq və iltihab fonunda bu sistem zəifləyə bilər. Müntəzəm gəzinti damarların daha yaxşı reaksiya verməsinə kömək edir. Qan dövranı yaxşılaşır.
təzyiq daha sabit ola bilər. İkinci təsir iltihaba. Yaşlanmanın böyük hissəsi xroniki aşağı səviyyəli iltihabla bağlıdır. İnsan bunu hiss etmir, amma bədən daxilində bu proses gedə bilər. Müntəzəm gəzinti bu iltihab fonunu azaltmağa kömək edir. Bu isə ürək, damar, oynaq və metabolik sistem üçün çox dəyərlidir. Üçüncü təsir şəkər sisteminə. 50 yaşdan sonra bir çox insanda insulinə həssaslıq zəifləyir. Bu da şəkərin idarəsini çətinləşdirir. Gəzinti, xüsusilə yeməkdən sonra olan gəzinti, əzəllərin qlukazanı daha yaxşı istifadə etməsinə kömək edir. Bu, tip 2 diabet riskini azaltmaq və mövcud vəziyyəti yüngülləşdirmək baxımından çox vacibdir. Dördüncü təsir beyinə. Gəzinti sadəcə ayaqlar üçün deyil, beyin üçün də çox güclü vasitədir. Müntəzəm aerob hərəkət beyində yeni əlaqələrin qurulmasını dəstəkləyən sistemləri aktivləşdirə bilər. Qan dövranı yaxşılaşır, diqqət və ümumi zehni aktivliyi dəstək alır. Bu səbəbdən gəzinti təkcə ayaqlar işləsin mövzusu deyil, bu bütün orqanizm mövzusudur. İndi ən vacib yerə gəlirik. Məsələn, artıq çəkisi olan, oturav yaşayan, dizində ağrısı olan biri birdən-birə 10.000 addıma keçirsə, nə ola bilər? Diz və topuq yüklənə bilər. Bel daha çox ağrı verə bilər. Nəbz və təzyiq normadan artıq qalxa bilər. İnsan qorxub, gəzintidən tam uzaqlaşa bilər. Yəni, yaxşı niyyət səhv dozaya görə mənfi təcrübəyə çevrilir. Digər tərəfdən artıq aktiv olan, sağlam və formda qalan insan üçün eyni 10.000 addım çox vaxt kifayət qədər inkişaf edici olmaya bilər. Çünki onun bədəni artıq buna öyrəşib. Daha çox sürət, təpə, intervallı gəzinti və ya başqa növ yük lazım ola bilər. Deməli, eyni rəqəm müxtəlif bədənlər üçün müxtəlif mənaya gəlir. Məhz buna görə biz rəqəmə yox, insanın vəziyyətinə baxmalıyıq. 50 yaşdan sonra əsas prinsip nədir? Əsas prinsip çox sadədir. Rəqəmə yox, uyğunluğa baxmaq. Yəni, gəzinti sizə nə verir? Bədəniniz buna necə cavab verir? Siz hardan başlayırsınız? Əgər hazırda gündə 3000 addımdan az hərəkət edirsinizsə, sizin üçün ideal başlanğıc 10.000 deyil. Sizin üçün əsas məqsəd bədəni hərəkətə qaytarmaqdır. Əgər siz artıq 5-6 min addım civarındasınızsa, orada məqsəd miqdarı tədricən artırmaq və sürəti ağıllı şəkildə yaxşılaşdırmaq ola bilər. Əgər onsuz da aktivsizsə, orada əsas məsələ daha çox addım toplamaq yox, hərəkətin keyfiyyətini artırmaq ola bilər. Sürət niyə vacibdir? Bu mövzuya ayrıca diqqət lazımdır. Çünki bir çox insan yalnız saya fokuslanır. Halbuki sürət çox şey dəyişir. Əgər siz rahat gəzirsinizsə, bu da faydalıdır. Xüsusilə də stresin azalması, həzm, ümumi hərəkətliyi baxımından. Amma insan biraz daha canlı tempə keçəndə ürək-damar sistemi başqa cür işləməyə başlayır. Nəfəs ritmi dəyişir. Əzəllərin qlukoza istifadəsi artır. Bədənin uyğunlaşma reaksiyası daha güclü olur. Ən yaxşı modellərdən biri budur. Gəzintinin bir hissəsi rahat tempdə, bir hissəsi isə daha məqsədli, daha canlı tempdə olsun. Bu bədəni həm qoruyur, həm də inkişaf etdirir. Xüsusilə də əvvəldən aktiv olan insanlar üçün sürət bəzən saydan daha önəmli olur. Burada başqa bir yanlış düşüncə də var. Bir çox insan elə bilir ki, bütün gəzinti eynidir. Halbuki eyni deyil. Yavaş, rahat, park gəzintisi bir cür təsir edir. Sağlamlıq üçün məqsədli, ritmik gəzinti başqa cür təsir edir. Yüngül intervallı sürətli gəzinti isə daha başqa cür təsir edir. Yəni, mən gəzirəm demək, hələ mən bədənə lazım olan gəzintini edirəm demək deyil. Ən ideal yanaşma çox vaxt bunları həftə içində qarışdırmaqdır. Məsələn, bəzi günlər sadə rahat gəzinti, bəzi günlər daha tempolu gəzinti, bəzən isə yüngül təpə və ya interval daxil etmək. Bu həm bədəni yormur, həm də monoton yükə çevrilmir. İndi çox vacib 3 detal deyəcəm. İnsanlar addıma fokuslanır, amma bunları unudurlar. Birinci detal, ayaqqabı. 50 yaşdan sonra ayaq əvvəlki kimi deyil. Ayaq tağı dəyişə bilər. Taban altındakı qoruyucu toxuma nazilə bilər. Balans və dayaq dəyişə bilər. Səhv ayaqqabı ilə çox gəzmək fayda yox, problem yarada bilər. Gəzinti üçün ayaqqabı yumşaq, stabil, ayağa uyğun və dayaqlı olmalıdır. İkinci detal, nəfəs. Bəzi insanlar gəzərkən çox gərgin nəfəs alır. Bəziləri isə nəfəsi tutaraq gedir. Halbuki gəzintidə ritmik nəfəs çox vacibdir. Bu həm dözümlülüyü artırır, həm də sinir sistemini daha sakit saxlayır. Üçüncü detal, müntəzəmlik. Bir gün 10.000, 2 gün 0, bu yanaşma işləmir.
Bədən sabitlik istəyir. Yaxşı təsir yaradan şey qəhrəmanlıq yox, müntəzəmlikdir. Hər gün orta səviyyədə düzgün hərəkət, həftədə bir dəfə edilən, həddindən artıq yüklənmədən daha dəyərlidir. İndi sizə söz verdiyim testi deyim. Bu test evdə edilə bilər və sizə təxmini olaraq hardan başlamaq lazım olduğunu göstərə bilər. 30 saniyə üçün taymer qurum. Ayaq üstə durun və dizləri növbə ilə biraz yuxarı qaldıraraq yerinizdə addımlayın. Mümkün qədər ritmik edin, amma təhlükəsiz şəkildə. İndi baxın. Əgər siz bu müddətdə çox tez nəfəsdən düşürsünüzsə, ritmi qoruya bilmirsinizsə və hərəkət ağır gəlirsə, sizə başlanğıcda daha aşağı səviyyəli, rahat və tədrici proqram lazımdır. Əgər bunu rahat edirsinizsə, amma biraz tempdə çətinlik yaranırsa, siz orta səviyyədən başlaya bilərsiniz. Əgər çox rahat və ritmik edirsinizsə, deməli siz artıq daha məqsədli temp və keyfiyyət üzərində işləyə bilərsiniz. Bu test elmi cihaz deyil, amma sizə çox sadə bir fikir verir. Bədəniniz hazırda hansı səviyyədədir? Bəs konkret olaraq neçə addım? İndi gəlin bunu aydın dildə yığaq. Əgər siz çox az hərəkət edirsinizsə, başlanğıc məqsəd 3-4 min addım ola bilər. Sonra tədricən 5 minə, sonra 6-7 minə keçmək olar. Əgər siz artıq orta aktivlikdəsinizsə, çox insan üçün 7-8 min addım və bunun içində temp elementi çox yaxşı nəticə verə bilər. Əgər siz artıq aktiv və formdasınızsa, sizə bəzən sadəcə addım artırmaq yox, sürət və yük keyfiyyəti lazımdır. Yəni yekun budur. 10 min addım müqəddəs rəqəm deyil. Bu sadəcə bir orientirdir. Həqiqi norma isə sizin bədəninizin reaksiyasıdır. Bir çox insan belə videolardan sonra motivasiya olur və növbəti gün hər şeyi birdən dəyişmək istəyir. Bu səhvdir. Ən yaxşı yol yavaş başlamaqdır. Amma davamlı başlamaq. Əgər bugün hərəkətiniz çox azdırsa, sabah həyatınızı dəyişmək üçün 10 min addım lazım deyil. Sabah sizə gəzintini həyatınıza qaytarmaq lazımdır. Məsələn, hər gün 15 dəqiqə, sonra 20 dəqiqə, sonra temp əlavə etmək. Yavaş, amma sistemli. Bədənə zorla yox, məntiqlə yanaşmaq lazımdır. Əgər gəzintidən sonra xoş yorğunluq, rahatlıq, istilik hiss edirsinizsə, bu yaxşıdır. Əgər kəskin ağrı, təzyiq sıçrayışı, baş gicəllənmə, güclü halsızlıq varsa, bu artıq siqnaldır. Yəni bədəni dinləmək lazımdır. Amma tənbəlliyi bədən siqnalı ilə qarışdırmaq da olmaz. Gəlin bu videonun əsas fikrini çox aydın yekunlaşdıraq. 10 min addım tibbi qanun deyil. Bu hamı üçün eyni dərəcədə doğru olan rəqəm deyil. 50 yaşdan sonra vacib olan budur. Siz hardan başlayırsınız? Bədəniniz hansı vəziyyətdədir? Nə qədər hərəkətə öyrəşmisiniz və gəzintini hansı tempdə edirsiniz? Düzgün gəzinti damar sistemini dəstəkləyir. İltihabı azalda bilər. Şəkər idarəsini yaxşılaşdıra bilər. Beyin üçün faydalıdır. Həyatı uzatmağa və keyfiyyətini artırmağa kömək edə bilər. Amma bunun üçün rəqəmə bilmədən bağlanmaq yox, özünüzə uyğun sistem qurmaq lazımdır. Mən Doktor Azərəm. Növbəti videoda çox vacib və çox həssas bir mövzudan danışacağıq. Yuxusuzluq. Gecə qorxusunu necə aradan qaldırmaq və yuxu dərmanı olmadan necə yatmaq olar? Kognitiv üsul. Çünki bəzən insanı oyaq saxlayan təkcə yuxusuzluq deyil, gecənin özü ilə bağlı qorxu olur. Sağ olun, salamat qalın.